İndi qoy yemi töküm edeyim, ondan sonra da nəsə eləyəcəyik, de iş görəcəyik, eləyəcəyik. Hələ ki hava soyuqdur deyə, ona görə də hardasa 1 saat, 2 saat sonra gəlib iş görəcəyik də, atamla, dədəmlə mən bu hin düzəltirik də, toyuq hini düzəltirik. Hə. Bu yemin içində qardığalı, paprika, acı sos, bir də ki qardığalı var. Qarğadalı, yəni paprika. Hə. Sağ ol. Kələmi çox sevirlər. Kələm onlar üçün xeyirlidir. Həm tez yumurtalayırlar. İdman kimi hərəkət olurlar da, hərəkətli. Yumurtaları qoyuruq bura. Ölçürük də qramına. Ondan sonra da əgər 55 olsa Və yaxud da 54 olsa,
qoyuruq inkubatora. Sizə Hadi başlayaq. görək. Yandırın. 54. Bu olar inkubator gedə bilər. Amma bu 54. Bu da olur. Bu da 54'tür. Bu gelir. Ha, bu 56'dır. Ha bu. İndi bax bu ikisi qalıb. 54. 54. Bu gelir. Bu da 54. Bunun hamısı inkubatora gedə indi bilər. bu Onu da- götürək. Az olur. 42 hə bu olmaz. Yox. O qalsın. Axşamdır. Artıq yeməklərini tökürəm. Ondan sonra da quşlar gəlib yeməsin. Ye. Sənə yaman baxır, ha, Ramiz, başım da sirkəliyir. Nə? Sənə yaman baxır, başım da sirkəliyir. Hə. Ağlamaq vaxtıdır. Bunlar yatmalıdır. Çünki sabah səhər bunların yaxşı günləri olmalıdır. Misal üçün, niyə bizim elə ki pis xoruzu niyə kəsdik? Çünki o pis davranır deyə bütün xanımlarla da. Ona görə də kəsdik ki, bu yox olsun da, yəni ki biz bunu bişirək eləyək nəsə. Hə. Ona görə də Bakılı xoruzu, yəni ki mehriban xoruz. Başa düşdü ki, yəni ki qarşısında qardaşını öldürdük deyə, yəni özü bildi ki, mənim qardaşım öldü də, tay. Yəni ki pis qardaşım. Yəni başa düşdü də, yəni ki özünü yaxşı aparmaq lazımdır, mehriban Hə. olmaq lazımdır. İndi isə bizim mehriban Neftçala xoruzu da. Elə qara kişiyə baxır orada. Niyə xoruzdur? Niyə ki o mehribandır. Həm də isə xanımlarla mehriban danışır. Toyuq edir. xanımlarla da. Ona görə də o Bakılı xoruzu gördü deyə uzun saqqallı. Ona görə də o da mehribandır. Neftçala da mehribandır da. Ona görə də qardaşı ilə dost oldu da. Bakılı ilə də, Bakılı xoruzu ilə, həm də isə Neftçala dost oldu. İndi isə ağ xoruz, yəni ki İsmayıllı xoruz. Onlar düzəldilər. Hə, onlar düzəldilər. Yavaş-yavaş böyüyürlər. İndi isə Bakılı xoruzun 1 yaşı olacaq. Neftçala xoruz isə onun hələ yaşı 1 olmayacaq da, amma böyüyəcək də yavaş-yavaş. Hə. Belə. Ona görə də insan necədir? Bax, insan mehriban danışır. Evki dostları ilə, yaxınları ilə, qonaqları ilə, bibilərin, əmiləri ilə yaxın danışanda elə bir ki, mehriban. Onda heyvan da eləyən şeydir. Niyə Allah bizə belən ki, mehriban danışa eləyək? Süleyman da eləyən şeydir də. Süleymanlar da, biz Süleymanıq deyə, biz Azərbaycanlar. Müsəlman. Müsəlman, Süleyman, ya